Suverenlik ilində belə bir tədbirin keçirilməsi hesab edirəm ki, həm yadda qalacaq, həm də xüsusi əhəmiyyətlidir. İndiyənə qədər silsilə keçirilən tədbirlərin hesab edirəm davamıdır. Amma Konstitusiya və suverenlik ilində keçirilir və mən bunu təsadüfün saymıram. Və əlbəttə ki, istərdim ki, fikirlərimi bəlkə bu kontekstdə daha çox bir sıra hüquqi, konstitusiyon kontekstdə fikirlərimi sizinlə bölüşüm. Biz möhtərəm cənab prezidentin elə bu gün də çıxışını bir daha dinlədik. Baş vermiş tarixi hadisələrə verdiyi qiymət, 3 deportasiya və onların fərqi barədə söylədiyi fikir. Əsas fərq ondan ibarətdir ki, 2 deportasiyadan sonra soydaşlarımız, insanlar, yəni bizlər, valideynlərimiz, onlar qayıda biliblər. 3-cü deportasiyada bu baş verməyib. Və hesab edirəm ki, bunun səbəbləri barədə də biz davamlı olaraq danışmalıyıq. Nə üçün bu baş verməyib? Hansı hüquqi aspektlər imkan verməyib? Hansı yanlış siyasi addımlar atılıb və yaxud da ki, düzgün siyasi addımlar atılmayıb? Və obyektiv araşdırsaq görərik ki, birinci deportasiya zamanı, həm o zaman Xalq Cümhuriyyəti, sonra da mən cənab prezidentin 2008-ci il fərmanına söykənib deyəcəm bu fikri, müstəqil Sovet Azərbaycanı, onlar ilk illərdə daşnaqlara qarşı ciddi mübarizə aparıblar və elə bir mühitdə soydaşlarımızın qayıtmaq imkanı olub. Hamısı olmasa da müəyyən bir qismi qayıdıb, yenidən qayıdıb. Əvvəl qaçqın olub, sonra qayıdıb. İkinci deportasiya əslində tamamilə fərqli geosiyasi, beynəlxalq geosiyasi mühitdə baş verib SSR ilə Türkiyə arasında olan münasibətlərin pozulması, 2-ci Dünya müharibəsindən sonra fərqli bir hala gəlib çıxması və bu faktiki olaraq bəhanə yarada bilib ki, deportasiyaya bir don geydirsinlər. Amma məsələ burasındadır ki, formal da olsa, ona don geydirsələr də hansısa bir sənədlər qəbul ediblər. Güya ki, bu könüllüdür və s. Sonra hansısa bir kompensasiyaların verilməsi. Amma mən hüquqşünas kimi demək istəyirəm ki, buna don geydirmək cəhdi olub. Və ikinci xüsusiyyət ondan ibarətdir ki, o zamanki Azərbaycan rəhbərliyi də həm qaçqınların hüquqlarının qorunması, yerləşdirilməsi, ümumiyyətlə prosesin qarşısını almaqdan ötürü ciddi addımlar atıb. Söhbət Mircəfər Bağırovdan gedir. Və biz ədalətli müqayisə etsək görərik ki, 3-cü deportasiya SSR rəhbərliyi tərəfindən törədilən, Stalin dövründə törədilənlə daha ağır cinayətdir və əgər Azərbaycan rəhbərliyinin o dövrdəki, yəni Vəzirov dövrünü müqayisə etsək görərik ki, Azərbaycan rəhbərliyi də faktiki olaraq erməni lobbisi ilə birgə fəaliyyət göstərib. Və bu çox ciddi bir fərqdir. Hesab edirəm ki, davamlı olaraq bizim alimlərimiz bu baş vermiş hadisələrə məhz həm də bu kontekstdə qiymət verməlidirlər. Ona görə də qayıdış üçün nə heç bir hüquqi bir əsas yox idi. Məsələn, 2-ci deportasiyadan sonra müəyyən bir dövrdən sonra qayıtmaq istəyənlər qayıda bilmişdilər. Heç bir nə hüquqi əsas yox idi və üstəgəl o zamanki Azərbaycan rəhbərliyi də bundan ötürü heç bir addım atmırdı. Ona görə də vəziyyət əlbəttə ki, çox acınacaqlı oldu. Faktiki olaraq 87, 88, 89-cu illərdən sonra bir nəfər də olsun Azərbaycanlı Qərbi Azərbaycanda qalmadı. Sonraki mərhələdə təəssüf olsun ki, qaçqınları müəyyən dövrlərdə hansısa bir daxili siyasi proseslərə qatmaq, onların potensialından istifadə etmək kimi hesab edirəm ki, çox məkirli niyyətlər ortaya qoyuldu. Söhbət 90-cı ilin əvvəllərindən gedir. Və yaxşı ki, o zaman dəyərli ziyalılar, insanlar, o bölgədən olan, o cümlədən Azərbaycanda olan dəyərli ziyalılar bu prosesin önündə olublar. O zaman Niftalı müəllim, Əziz müəllim, onlar bu qaçqınlar cəmiyyətini, qaçqınların potensialını başqa istiqamətə yönəldiblər. Yaxşı ki, sənədlər qorunub saxlanılır və bugün görün nə qədər dəyərli, belə deyim ki, əsərlər meydana gəlib çıxır. Konstitusiya və suverenlik ilində, hörmətli Zahid müəllim, həm də bizim müstəqilliyimizin yenidən bərpası dövrü, yəni konstitusiya və suverenlik ilə bağlı o 90-cı illərin əvvəllərinin də vacib bir hadisəsinə də münasibət bildirmək istəyirəm. Baxın, görün, nə dərəcədə acınacaqlı bir dövr olub və nə dərəcədə həm hakimiyyətdə olanlar, həm hakimiyyətə iddialı olanlar vətənpərvərlik hissini itiriblər ki, 23 avqustda Ermənistan özünün müstəqil haqqında bəyannaməsini qəbul edib.
30 avqustda Azərbaycan müstəqilliyin bərpa olunması haqqında və o zaman adı düzgün olub, müstəqilliyin bərpa olması haqqında söhbət avqustun 30-dakı qanundan gedir. Amma heç ağılları çatmayıb ki, və bəlkə istəkləri də olmayıb ki, maraqlansınlar, baxsınlar ki, Ermənistan o müstəqillik haqqında bəyannamədə nə yazıb? Azərbaycanın tarix torpağı Qarabağı iddia olunur, onların heç ağılına gəlmir, heç bu barədə danışmırlar. Ümumiyyətcə, stenoqrammalarda bunu göstərir, indi o dövrü biz də görmüşük, heç məsələni qaldırmayıblar. Və faktiki olaraq bugün yaranmış şərait, indi biz Ermənistanın vaxtı ilə müstəqillik haqqında bəyannaməsində onların ki, Qarabağa iddiası var, onu mübahisələndiririk. Ona qarşı tədbirlər görürük. Onu qanunsuz, qeyri-legitim adına düzlədirik. Amma o dövrdə prinsipcə SSR-in dağılması nəticəsində müstəqilliklər əldə olunanda bunu etmək mümkün idi. Çünki kim idi buna baxan? Hər kəs gözləyirdi. Azərbaycan rəhbəri də hamıdan çox gözləmişdi. SSR-nin dağılma prosesi də təbii ki, aparıcı qüvvələn Rusiya bağlı idi. O özünün suverenliyini, müstəqilliyini elan edib, bundan sonra onu eləməyi nə üçün gözləmək lazım idi? Aylarla. Və yenə də onu iş düzgün etməyib. Heç olmasa Ermənistanın qəbul etdiyi bəyannaməni izləmək lazım idi. Heç olmasa o dövrdə mümkün idi hansısa bir formada bizim də onlardan fərqli olaraq tarixi torpaqlarımıza, İrəvana, Qərbi Azərbaycana olan qanuni iddialarımızı qeyd eləmək. Ona görə ki, Ermənistandan fərqli olaraq, axı bizim həm də o vaxta qədər artıq 3 deportasiya tariximiz var idi. Yəni faktlar var idi və insanlar artıq Azərbaycanda idi. Ona görə hesab edirəm ki, cənab prezident də bu konstitusiya və suverenlik ili ilə bağlı fərmanda məsələləri fərmanda çox dəqiq sadalayıb. 91-93-cü illərin acı dövrünü, konstitusiyamızın yubileyi və suverenliyimizin 5 illiyi ilə bağlı. Faktiki belədir. Hörmətli Zahid müəllim, sizə və həmkarlarınıza təşəkkür eləmək istəyirəm ki, əziz müəllim də söylədi, sistemli olaraq bu işi davam etdirirsiniz və bugün Azərbaycan ictimaiyyəti haqqında onu demək mümkündür ki, bütün bu ağır tarixi siyasi proseslərə baxmayaraq o zaman Azərbaycan xalqının siyasi mədəniyyəti çox yüksək olub. Özü mədəniyyəti də məlumdur, siyasi mədəniyyəti yüksək olub. Və fərqi yoxdur, tarixin müxtəlif dönəmlərində olsun ki, Cənubi Azərbaycandan qaçqınlar olanda 46, 47, 48 o dövrdə, sonra Qərbi Azərbaycandan, tarixin müxtəlif dövrlərində, hətta Dağıstandan da müəyyən qismdə insanlar, belə deyim, oradakı gərginliyə görə bura köç ediblər. Amma Azərbaycanda insanların böyük bir mədəniyyəti imkan verib ki, bizim xalqımız hardan, necə köç etməsinə, qaçqınlıq həyatı, məcburi köç həyatı yaşamasına baxmayaraq vahid toplum kimi formalaşıb və bugün Qərbi Azərbaycan mövzusu, bu çox hesab edirəm ki, bizim böyük bir tarixi nailiyyətimizdir. Hər kəsin mövzusuna çevrilib, hər bir Azərbaycanlının mövzusuna çevrilib. Və bu kitabı da, 3-cü cildi də mən çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bir tək bizi kimi o bölgədən olan insanlar yox. Yəni o insanlar ki, kitabı açır, baxır və özünü, deyək ki, kimsə uşaqlıq ilini, kimsə gəncliyini xatırlayır, öz kəndini və görür. Eyni zamanda bütün kəndlərdə bizim Azərbaycan irsini görmüş olur. Bu çox qürur verici bir hissdir. Bu bizi birdən-birə 35 il, 40 il geriyə, amma reallığa qaytarır və eyni zamanda o cənab prezidentin bugünkü eşitdiyimiz fikrə bir daha vurulamaq istəyirəm. O bizi əmin edir ki, qayıdış mütləq baş verəcək. Ona görə mən tədbirə, elmi, praktiki konfransa uğurlar arzu edirəm. Əminəm ki, hörmətli Zahid müəllim, sizin bu tədbirdə konstitusiya və suverenlik ilində yadda qalan ən mühüm tədbirlərdən birinə çevriləcək. Çox sağ olun.